Herkese salam. Mən bugün 2023 və 2024-cü illərin 9 siniflər üçün buraxılış imtahanı suallarının izahını verəcəm. Və bu da imtahan öncəsi sürətli təkrarca sizə kömək olacaq. Birinci sualdan başlayaq. Hansı cümlədə yerlik halda olan söz yer zərfliyi deyil? Bizim yerlik hal şəkilçimiz dadədir. İndi baxaq görək o burada hansında yer zərfliyi deyil. Dostlarım kitabxanada imtahana hazırlaşırdılar. Cümləni təhlil etsək, deməli burada bizim yerlik haldan sözümüz kitabxanadadır. Təhlil edək. Nə edirdilər? Hazırlaşırdılar. Kim? Dostlarım. Dostlarım harada hazırlaşırdılar? Kitabxanada. Bu olacaq yer zərfliyi. Nəyə hazırlaşırdılar? İmtahanı bu da olacaq bizdə tamamlıq. Deməli, A-da yerlik adlanan söz olduğu yer zərfliyi. B-yə baxaq. Mənim uşaqlıq illərim burada keçib. Burada yerlik adlanan sözümüz buradadır. Təhlil edək. Nə edib? Keçib. Nə keçib? Mənim uşaqlıq illərim. Mənim uşaqlıq illərim harada keçib? Görürsünüz ki, burada da yer zərfliyidir. Ona görə B-də deyil. C-yə baxaq. Uşaqlar həyətdə təmizlik işlərinə başlamışdılar. Burada həyətdə sözünə baxacağıq. Nə etmişlər? Başlamışdılar. Kim? Uşaqlar. Uşaqlar nəyə başlamışlar? Təmizlik işlərinə. Bu olacaq tamamlıq. Harada başlamışlar? Həyətdə. Görürsünüz ki, bu da yer zərfliyidir. Ona görə C-də deyil. D-yə baxaq. Çobanlar yaxınlıqdakı dağda alaçıq qurdular. Nə etdi? Nə etdilər? Qurdular. Kim? Çobanlar. Çobanlar harda alaçıq qurdular? Dağda alaçıq qurdular. Görürsünüz ki, burada da yer zərfliyi olduğuna görə D-də deyil. Y-yə baxaq. Qəzetdə bu barədə ətraflı yazılmışdı. Nə edilmişdi? Yazılmışdı. Qəzetdə sözünə sual verəyindi. Nədə yazılmışdı? Qəzetdə. Görürsünüz ki, burada biz harada yazılmışdı demirik. Nədə? Çünki qəzet məkan bildirmir. Ona görə də cavabımız olacaq burada Y variantı. İkinci sual. Hansı cümlədə frazeoloji birləşmə işlənmişdir? Su, buz kimi soyuqdur. Xeyr, burada yoxdur. Mahmud Kaşqari bir neçə dil bilirdi. Burada da yoxdur. Kitabı cırılmış görəndə özünü itirdi. Bəli. Özünü itirdi. Bizdə olacaq sabit söz birləşməsi, yəni frazeoloji birləşmə. Yəni məcazi birləşmələr deyirlər bunlara. Deməli C variantı olacaq. D-yə də baxaq. Havadan yosun iyi gəlirdi. Xeyr, bu da yoxdur. Şələlənin səsi çox uzaqlardan eşidirdi. Yoxdur. Ona görə cavabımız olacaq C variantı. Üçüncü suala baxaq. Birində tərzi hərəkət zərfi işlənmişdir. Tərz hərəkət zərfi biz bilirik ki, necə, nə cür, hansı, nə tərzdə, nə hansı tərzdə suallarına cavab verir və hərəkətə aid olur. Bugün hava isti deyil. Xeyr, burada ümumiyyətlə deməli zərf var, bugün var, amma zaman zərfidir. Ona görə A deyil. Qanın bəzən qaralırdı. Qanın bəzən qaralırdı. Yəni nə zaman qaralırdı? Bəzən qaralırdı. Burada da yenə də tərzi yox, zaman zərfi var. Qatar sürətlə gedirdi, bəli. Qatar necə gedirdi, nə cür gedirdi, nə tərzdə gedirdi? Cavab olacaq burada C variantı. D-yə baxaq. İndicə şad xəbər aldıq. Xeyr, burada nə zaman? Yenə də zaman zərfidir. Y-də ki, nənə biraz sakitləşdi. Nənə nə qədər sakitləşdi? Biraz sakitləşdi. Bu da olacaq kəmiyyət, yəni miqdar zərfi. Ona görə də Y-də deyil. 4-ə baxaq. Sözlərdən birinin tələffüz şəkli düzgün göstərilməmişdir. Lənət düzgündür. Burada ə uzanır. Bir şey qeyd edeyim ki, ümumiyyətlə, əgər sözdə uzanma varsa, mütləq şəkildə orada qoşu nöqtə istifadə olunmalıdır. Əgər burada qoşu nöqtə istifadə olunmasaydı, bu yanlış olacaqdı. Bəzən şagirdlər daha çox fərqlənmə deyəndə səs artımı, səs düşümü, səs dəyişməsini yadda saxlayırlar. Uzanma yaddan çıxır. Uzanmanı yaddan çıxarmayın. Yəni, yadda saxlayın ki, əsasən 4 hadisə ilə bağlı bizə suallar düşür. Dəyişmə, düşmə, yəni səs dəyişməsi, səs düşməsi, səsin dəyişməsi, daha sonra səs artımı, bir də uzanma. Və bunu da yadda saxlayaq ki, uzanmanı biz fərq kimi saymırıq. Yəni ki, lənət sözünün deyilişi və yazılışı arasında fərq yoxdur. Sadəcə olaraq uzanma var, bəli. Biz onu göstərməliyik mütləq transkripsiyada, amma fərq var demək olmaz. Yəni yanlış olur onda. Yəni A-da doğrudur, götürməyəcəm. B-də yarpaq, bəli, burada fərqlənmə var və düzgün də göstərilib. C-yə baxaq, zəif doğrudur, yəni səhvlik yoxdur. D variantı yanlışdır burada. Çünki biz dəftər demirik, dəftər deyirik. Ona görə də cavabımız olacaq D. Y-də ki, otaq sözüdür, o da düzgündür. Ona görə Y-də doğrudur, cavab olacaq D variantı. 5-ci sual. Cümlələrdən birində təkcə sözü ədat kimi işlənmişdir. Deməli, uşaq təkcə dayanıb uzaq yollara baxırdı. Ədat kimi əgər işlənirsə, deməli bu köməkçilik hissəsidir və deməli buna sual vermək olmayacaq. Uşaq necə dayanmışdı? Təkcə dayanmışdı. Görürsünüz ki, burada sual vermək olur. Deməli burada təkcə sözü ədat yox, zərfdir. Ona görə də A deyil. B-yə baxaq. Mən bu dərdi təkcə çəkmişəm. Yenə də necə çəkmişəm, nə cür çəkmişəm, təkcə çəkmişəm. Yenə də burada zərfdir. Məncə təkcə xampəri vaxtında gəlir. Bəli, artıq burada biz təkcəyə sual verə bilmirik. Bu o deməkdir ki, yəni yalnız xampəri vaxtında gəlir. Bu artıq məhdudlaşdırıcı ədatdır. Yəni bunun biz yerinə yalnız qoya bilərik, ancaq qoya bilərik, bircə qoya bilərik, bir qoya bilərik və s. Ona görə cavabımız olacaq C variantı.
Deyə baxaq, müharibədən əvvəl də təkcə yaşayırdı, indi də. Bəli. Necə yaşayırdı? Yenə də zərfdir burada. Hamı gedib təkcə qalmışam, necə qalmışam, təkcə qalmışam. Ona görə o da zərfdir. Cavabımız olacaq C variantı. 6-cı suala baxaq. Nümunə ilə bağlı doğru fikri müəyyən edin. Böyüyür bu körpə ilan balası, gah o başa, gah bu başa sürünür. Deməli, xəbərlər qayıdış növdə olan feillərlə ifadə olunmuşdur. Əvvəla xəbərlərimizi tapaq. Böyüyür bu körpə ilan balası. Nə edir? Böyüyür. Bir xəbərimiz budur. Gah o başa, gah bu başa sürünür. Bir xəbərimiz də budur. İndi baxaq. Qayıdış növ deyir bizə. Qayıdış növ əvvəla nədir? Bir təkrar eləyək onu. Qayıdış növ ıl, il, ul, ül, ın, in, un, ün şəkillərlə düzəlirdi və burada subyekt, yəni işi görən öz üzərində görürdü. Məsələn, hava açıldı, duman çəkildi, yağış kəsildi, gül açıldı və s. Böyüyür sözü. Burada ilan balası böyüyür, düzdür, öz-özünə böyüyür. Amma nə olsun ki, burada şəkilçi hanı? Şəkilçi mütləq olmalıdır. Yəni, böyüyür sözündə sözün kökü böyüdür. Daha sonra böyük, orada k-yə əvəzlənməsi var. Ür də orada zaman şəkilçisidir. Yəni, burada növ şəkilçisi yoxdur. Ona görə də, deməli, A olmayacaq. Amma sürünür sözü, bu artıq qayıdış növ olacaq. Çünki orada n şəkilçimiz var, yəni bizim növ şəkilçimiz var. Ona görə də o qayıdış olacaq, amma böyüyür, qayıdış növ olmayacaq. Ona görə də A deyil. B-yə baxaq. Sürünür sözü üçbucaq işarəsinin yerinə əlavə edilsə, cümlənin quruluşca növü dəyişəcəkdir. Əvvəla cümlənin quruluşca növü nədir? Cümlələr quruluşuna görə iki cür olur. Sadə cümlə və mürəkkəb cümlə. Sadə cümlə odur ki, cümlənin bir qrammatik əsası olur. Yəni, bir mübtədası bir xəbər olur və yaxud da mübtədası buraxıla da bilər, yəni bir xəbər olur. Amma mürəkkəb cümlə odur ki, bir neçə sadə cümlənin birləşməsindən. Və əvvəla biz bu formasında cümləyə baxaq. Böyüyür bu körpə ilan balası. Görürsünüz ki, şeir formasındadır. Nümunəni, yəni normal formasına gətirək. Yəni, bu körpə ilan balası böyüyür. Mübtəda xəbərimiz var burada. Nə edir? Böyüyür. Xəbər. Nə? İlan balası böyüyür. Gah o başa, gah başa sürünür. Nə edir? Sürünür. Bu da ikinci xəbərim. Görürsünüz ki, burada bir mübtədam var. İlan balası. Həm böyüyürə aiddir, həm sürünürə aiddir. Bu formasında bu cümlə sadə cümlədir. Yəni, iki xəbərim var, bir mübtədəyə aiddir. Amma indi yerinə sürünürü qoysaq, yəni o üçbucağın yerinə cümləmiz belə olacaq. Bu körpə ilan balası böyüyür. Gah o başa sürünür, gah bu başa sürünür. Burada bir şey dəyişmir. Yenə də burada bir mübtədam olur. Yəni ilan balası. Yenə də sadəcə xəbəri artırmış oluram mən. Yəni həmcins xəbərin sayını artırmış oluram. Bu yenə də ilan balasına aiddir. Yəni yenə də ilan balası həm böyüyür, sürünür və yenə də sürünür. Yəni burada mübtədam ən azından 2 dənə olsaydı, bəli, biz burada deyə bilərdik ki, mürəkkəb cümlədir. Amma burada yəni heç bir dəyişiklik baş vermir. Yəni cümlə yenə də sadə cümlə olaraq qalır. Ona görə də B deyil. C-yə baxaq. Bütün cümlə özlərinə aid nümunə var. Biz burada xəbəri tapdıq, mübtədanı tapdıq. İndi ardına baxaq. Hansı ilan balası böyüyür? Körpə ilan balası. Bu olsun təyin. Hansı körpə? Bu körpə. Təyinimizi tapdıq. Amma burada yəni haraya sürünür? Bu başa sürünür və bu da olsun zərflik. Amma tamamlıq yoxdur burada. Ona görə C də səhvdir. D-yə baxaq. Həmcins xəbərli müəyyən şəxsi sadə cümlədir. Bəli, mən bunu az öncə də qeyd etdim. Cümləmizdə iki xəbərimiz var. Böyüyür, sürünür. Yəni həmcins xəbər var. Bir mübtədaya aiddir. Müəyyən şəxsli cümlədir. Bəli, çünki mübtədası var. Sadə cümlədir. Bəli, çünki cümlənin bir qrammatik əsası var. Cavabımız olacaq burada D variantı. Y-yə də baxsaq, tabisiz mürəkkəb cümlədir. Xeyr, dedim ki, yəni mürəkkəb cümlə deyil. 7-ci suala baxaq. Hansı cümlədə keçmiş zamanda işlənmiş feil var? Keçmə, araz dərindir, içmə, suyu sərindir. Deməli, burada bizim feilimiz keçmə, bir də içmə. Amma burada yəni heç bir zaman şəkilçisi yoxdur, inkar şəklində olan feillərdir. Ona görə A deyil. Araqçının məndədir, sərmişəm çəməndədir. Burada deməli, feilimiz sərmişəmdir. Bəli, nə etmişəm? Bəli, budur cavabımız. Olacaq nəqli keçmiş zamanda olan feildir. Yəni mış-mış-mış-mışla düzəlib. Cavabımız olacaq B. C-yə baxaq. Çox uzaqdan eşidirdi vətənimin gür səsini. Burada eşidirdi bizim feilimizdir. Çox uzaqdan eşidirdi. Burada yəni eşidir idi. Yəni buradakı di ididir. Yəni idi hissəcidir. Yəni bu keçmiş zamanın şəkilçisi deyil. Bu indiki zamanın feilidir. Ona görə C deyil. Yaşadır anaları övladların sevinci. Bəli, burada da yaşadır, nə edir? Yəni ananı yaşadır, yəni indiki zamandır. Qaranquşlar yazda ellərə salam deməyə gəlirmiş. Yenə də gəlir imiş. Yəni burada miş imişdir, yəni nəqli keçmiş zaman deyil. İndiki zamandır bu. Ona görə də cavabımız olacaq B variantı.
8-ci sual. Hansı cümlədə əlavə söz birləşməsi ilə ifadə olunmayıb? Əvvəla əlavə nədir? Əlavə özündən əvvəlki üzvün mənasını izah edir və aydınlaşdırır. Yəni ki, adı üstündə əlavə, yəni bir sözün mənasını daha da açır o. Məsələn, A variantda payızda havaların get-gedə soyuduğu bir vaxtda bərk xəstələndim. Burada havaların get-gedə soyuduğu bir vaxtda, yəni bu bizim ümumilikdə əlavəmizdir. Çünki yəni onu cümlədən rahatlıqla çıxartmaq olur. Payızda bərk xəstələndi və havaların get-gedə soyuduğu bir vaxt sadəcə olaraq payızda sözünün əlavəsidir, yəni onun izah edənidir. Və baxıram ki, burada söz birləşməsindən ifadə olunub. Yəni havaların get-gedə soyuduğu bir vaxtda. Yəni burada əlavə söz birləşməsindən ifadə olunub. Ona görə A deyil. B-yə baxaq. Onun atası buralara cənubdan Arazın o biri tayından gəlmişdi. Yenə də burada bizim əlavəmiz olacaq Arazın o biri tayından. Yəni bu da söz birləşməsindən ifadə olunub. Ona görə B-də deyil. C-yə baxaq. Bayaq atları arabaya qoşanda bu barədə çox düşünmüşdüm. Nə zaman düşünmüşdü? Atları arabaya qoşanda. Görürsünüz ki, burada yəni söz birləşməsindən ifadə olunub. Ona görə C-də deyil. D-yə baxaq. Camaat ondan, kolxoz sədrindən nədənsə çox çəkinirdi. Burada da kolxoz sədrindən bizim əlavəmizdir. Görürsünüz ki, burada da yəni söz birləşməsindən ifadə olunub. Yəni D-də deyil. Y-yə baxaq. Bu ağacı, ənciri onun əmsi əkmişdi. Burada tire işarəsi düşməyib. Yəni burada ağacı sözündən sonra tire işarəsi var. Yəni burada ağacı, ənciri belə olmalıdır. Görürsünüz ki, burada nəyi onun əmsi əkmişdi? Ənciri. Görürsünüz ki, yəni burada əlavəmiz söz birləşməsi yox, sözlə ifadə olub. Ona görə də cavabımız olacaq Y variantı. 9-cu sual. Hansı cümlələrin tərkibindən qoşma çıxarılsa, sindaki təhlil sxemi dəyişməz? Deməli, biz burada cümlənin əvvəlcə ilkin formasını təhlil edəcəyik. Daha sonra isə qoşmanı çıxarıb təhlil edəcəyik ki, görək, sindaki təhlil sxemi dəyişir yoxsa yox. Avtobusumuz dayanmadan Şuşaya qədər getdi. Burada bizim qoşmamız qədərdir. Şuşaya sözündən qoşulub. Təhlil edək. Nə etdi, getdi, xəbər, nə? Avtobusumuz haraya getdi? Şuşaya qədər getdi. Görürsünüz ki, burada olduğu zərflik. İndi biz əgər buradan qədəri çıxarsaq, cümləmiz belə olacaq. Avtobusumuz dayanmadan Şuşaya getdi. Nə etdi, getdi, haraya getdi? Şuşaya getdi. Gördüyünüz kimi, yəni Şuşaya qədər getdi deyəndə də zərflik olur. Qədəri çıxarıb Şuşaya getdi deyəndə də yenə zərflik olur. Yəni bir şey dəyişiklik baş vermir. Ona görə də biri götürəcəm. Bir olan variantlarım hardadır? Yəni daha rahat tapmaqdan ötürü ya A ya da Y-dir. O cəhətdən B, C, D gedir. Yəni imtahanda siz vaxt qazanmaq üçün mütləq bu üsuldan istifadə edin. İkinciyə baxaq. Əlindəki o kitabı mağazadan dostu üçün alıb. Deməli, burada bizim qoşmamız üçündür. Təhlil edək. Nə edib, alıb. Kimi alıb, o alıb, onu verməyiblər. Kim üçün alıb, dostu üçün alıb. Deməli, bu olacaq tamamlıq. İndi əgər biz buradan üçünü çıxarsaq, cümləmiz belə olacaq. Əlindəki o kitabı mağazadan dostu alıb. Belə ona təhlil sxemi dəyişir. Necə olur? Nə edib, alıb, kim alıb? Dostu. Yəni burada artıq dostu mübtədaya çevrilib. Ona görə də 2-də artıq təhlil sxemi dəyişir. Ona görə də 2 olmayacaq. 3-ə baxaq. Uşaqlar yarışlar bitəndən sonra evdədirlər. Cümləmiz təhlil edək. Haradadırlar? Evdədirlər. Kim? Uşaqlar. Uşaqlar nə zaman evdədirlər? Yarışlar bitəndən sonra. Gördüyünüz kimi burada da olacaq zərflik. Əgər mən burada sonranı çıxarsam, cümləmiz belə olacaq. Uşaqlar yarışlar bitəndən evdədirlər. Hardadılar? Evdədirlər. Nə zaman? Yarışlar bitəndən. Görürsünüz ki, yəni burada sonra olanda da zərflik olur, sonra olmayanda da zərflik olur. Yəni burada bir təhlil sxemi dəyişmir. Ona görə 1-3-ü götürəcəm. 4-ə baxaq. Qonşuları ilə ancaq bugün görüşə bilər. Burada qoşmamız deməli ilədir. Təhlil edək. Nə edə bilər? Görüşə bilər. Kim? O. Kim ilə görüşə bilər? Qonşuları ilə. Olacaq tamamlıq. Əgər buradan iləni çıxarsam, cümləmiz belə olacaq. Qonşuları ancaq bugün görüşə bilər. Nə edər? Görüşə bilər. Kim? Qonşuları. Görürsünüz ki, burada artıq mübtədaya çevrilir. Yəni bayaqki ikinci cümlədəki kimi. Yəni ona görə 4 də olmaz. 5-ə baxaq. Onlar Bakıya ali təhsil almağa görə gəlmişdilər. Nə etmişdilər? Gəlmişdilər. Kim? Onlar. Burada qoşmamız bizim demək görədir. Onlar nə üçün gəlmişdilər? Təhsil almağa görə gəliblər. Yəni olacaq bu məqsəd zərfliyi. Məqsəd zərfliyi olacaq. Əgər buradan görəni çıxarsaq, cümləmiz belə olacaq. Onlar Bakıya ali təhsil almağa gəliblər. Yenə də eyni şey olacaq. Yəni nə üçün gəliblər? Təhsil almağa gəliblər. Görürsünüz ki, yəni burada görə olanda da məqsəd zərfliyi idi, görə olmayanda da məqsəd zərfliyi idi. Ona görə 5 də doğrudur. Bizim cavabımız olacaq Y variantı. 10-cu suala baxaq. Hansı nümunələrin tərkibində həm tabiisizlik, həm də uzlaşma əlaqəsi özünü göstərir? Əvvəla təkrar eləyək bunları. Tabiisizlik əlaqəsi nədir? Əgər bir cümlə
tabisiz mürəkkəb cümlədirsə və bir cümlənin tərkibində həmcins üzvlər varsa, yəni ikisindən biri, yəni ya tabisiz mürəkkəb cümlədir, ya da həmcins üzvlər varsa, və yaxud da ikisi də ola bilər bir cümlədə. Yəni varsa, bunlardan ən azından biri. Bu cümlədə deməli tabislik əlaqəsi var. Uzlaşma əlaqəsi də ki, mübtədanın və xəbərin arasında olur. Bir də ikinci və üçüncü növ ismi birləşmənin arasında olur. Gəlin əvvəlcə biz tabislik əlaqəsini tapaq, daha sonra uzlaşma əlaqəsinə də baxaq. Pisliyə məğlub olma. Pisliyə yaxşılıqla qalib gəl. Deməli, mən yenə də qeyd edirəm ki, tabislik əlaqəsi olmasından ötürü cümlədə ya həmcins üzvlər olmalıdır, ya da cümləmiz özü tabisiz mürəkkəb cümlə olmalıdır. Baxaq görək. Cümləni təhlil edək. Pisliyə məğlub olma. Nə etmə, məğlub olma. Bir də nə et, qalib gəl. Görürsünüz ki, burada 2 dənə xəbərim var. 2 dənə xəbərin bir mübtədəyə aiddir. Yəni sən məğlub olma, sən qalib gəl. Deməli, burada həmcins xəbər var. Həmcins xəbərim var, yəni tabislik əlaqəm var. Amma baxım görüm, mənim burada uzlaşma əlaqəm varmı? Yəni tabislik əlaqəsini tapdım, amma görüm uzlaşma da varmı? Uzlaşma nəyin arasında oldu? Mübtədanın və xəbərin arasında və ikinci və üçüncü növ təyini söz birləşmələri arasında. Mən baxıram ki, bu cümlədə mübtədam yoxdur. Düzdür, mən bərpa edirəm. Bunu da qeyd edim sizə. Bərpa etsək də mübtədanın özü orada faktiki olmalıdır. Əgər yoxdursa biz ona uzlaşma əlaqəsi var deyə bilmərik. Yəni baxmayaraq ki, burada səni bərpa edirik. Deməli, mübtədamız yoxdur. Baxıram ki, cümlədə ikinci və üçüncü növ təyini söz birləşməsi də yoxdur. Ona görə də yəni bir də tabislik əlaqəsi mövcud olsa da uzlaşma əlaqəsi yoxdur. Ona görə də deməli B, C, D olmayacaq. 2-yə baxaq. Xalqın müqəddəratı, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir. Baxaq, əvvəlcə tabislik əlaqəsini axtaraq. Görək, əvvəlcə rahat olsun deyə biz həmcinslərə baxaq. Nə edilməlidir? Çevrilməlidir. Nə çevrilməlidir? Xalqın müqəddəratı, vətənin taleyi. Görürsünüz ki, 2 dənə mübtədam var. Aralarında da vergül qoyulub. Həmcins mübtədalardır bunlar. Çünki 2 mübtədan bir xəbərə aiddir. Deməli, həmcins üzvüm varsa, deməli, mənim tabislik əlaqəm var. Ona görə də bu hissəsini tapdıq. İndi görə uzlaşma əlaqəsi varmı? Bəli, o da var. Niyə? Çünki mübtəda varsa, onsuz da mübtəda və xəbər arasında uzlaşma olacaq. Ondan da əlavə bu cümlədə söz birləşmələri də var. Yəni, xalqın müqəddəratı 3-cü növ, vətənin taleyi 3-cü növ, İnsanın taleyi 3-cü növ. Yəni burada onsuz da uzlaşma əlaqəsi, yəni burada çoxluq təşkil eləyir. Elə 2-ni götürəcəm. 3-ə baxaq. Kim öz vətənini sevmirsə, deməli o heç nəyi və heç kəsi sevmir. İndi baxaq. Nə etmir, sevmir. Kim? O nəyi sevmir? Heç nəyi və heç kəsi. Görürsünüz ki, burada 2 dənə mənim tamamlığım var. 2 dənə tamamlığım var, bir xəbərə aiddirlər, bəli. Həmcins üzvümü tapdım, deməli tabisizlik əlaqəsi burada var. Uzlaşma əlaqəsi də var burada, bəli, çünki o sevmir, mübtəda və xəbər var burada. Ona görə də 3-ü də götürəcəm, 2, 3. 4-ə baxaq, yaxşılıq və pislik yaddan çıxmaz. Nə etməz, yaddan çıxmaz. Nə yaddan çıxmaz? Yaxşılıq və pislik. Görürsünüz ki, 2 mübtədam var, bir xəbərə aiddir, yəni həmcins mübtədam var. Yəni tabislik əlaqəm var, uzlaşma əlaqəm də var, çünki mübtəda və xəbər var burada. Ona görə də cavabımız olacaq burada Y variantı. 5-ə də baxaq. Bu gün üçün yaşayın, gələcək üçün isə ümid edin. İndi baxaq. Nə edin, yaşayın, xəbər. Eyni zamanda nə edin, ümid edin, xəbər. 2 xəbərim var, bir mübtədaya aiddir. Yəni siz yaşayın, siz ümid edin. Bəli. Həmcins üzvüm var. 2 xəbərim olduğuna görə, bir mübtədaya aid olduğuna görə həmcins üzvüm var. Yəni tabislik əlaqəm mövcuddur. Ancaq uzlaşma görək varmı? Baxıram ki, burada yəni uzlaşma mübtəda və xəbərin arasında olurdu. Mübtəda yoxdur. Nə olsun ki, mən bərpa edirəm? Faktiki burada yoxdur. Və sonra da baxıram ki, ikinci və üçüncü növ təyini söz birləşmələri də yoxdur. Ona görə də bu cümlədə tabislik əlaqəsi olsa da uzlaşma əlaqəsi yoxdur. Ona görə cavabımız olacaq burada Y variantı. 11-ci sual. Bağlayıcı ilə bağlanan həmcins üzvlü cümləni müəyyən edin. Onun tutqun baxışında bulud gəzir, şimşək çaxır. Görürsünüz ki, burada ümumiyyətlə bağlayıcı yoxdur. Amma əgər cümləni təhlil etsək, nə edir? Gəzir, nə gəzir? Bulud gəzir. Nə edir? Çaxır. Nə şimşək? Yəni bu cümlə ümumiyyətlə bağlayıcı olsa da belə həmcins üzvlü cümlə deyil. Burada yəni mürəkkəb cümlədir bu. Yəni 2 mübtəda xəbəri olduğuna görə tabisi mürəkkəb cümlədir. B-yə baxaq. Sənəm xalça palazı yumaq üçün çaya endi, ancaq atları görüb geri qayıtdım. Geri qayıtmalı oldum. Deməli burada mənim bağlayıcım var, ancaq. İndi baxım görüm həmcins üzvüm varmı? Nə etdi? Endi. Kim?
sənəm. Nə etdi? Qayıtmalı oldu. Kim? Yenə sənəm. Görürsünüz ki, 2 dənə xəbərim var. Bir mübtədəyə aiddir. Deməli, burada həmcüz üzv var və cümləmiz də, yəni və həmcüz üzvlər də bir-birinə bağlayıcı ilə bağlanıb. Ona görə də cavabımız olacaq burada elə B variantı. Digər variantlara da baxaq. Ya sən danış, ya da uşaqlar gördüklərini söyləsinlər. Burada bağlayıcımız var, ya da. Amma görək cümləmizdə həmcüz üzv varmı? Nə et, danış, kim, sən. Nəsinə söyləsinlər kim? Uşaqlar. Deməli, burada görürsünüz ki, 2 ayrı-ayrı mübtəda xəbərin bir-birinə aiddir. Yəni, bu cümlədə həmcinslik yoxdur. Bu sadəcə olaraq tabisiz mürəkkəb cümlədir. Yəni, bölüşdürmə məna əlaqəli tabisiz mürəkkəb cümlə. Ona görə C də deyil. D-yə baxaq. Əlində bir hisli, bir qırıq fanar, kör kimi dolanıb hey diyar. Bu cümlədə ümumiyyətlə bağlayıcı görə bilmirəm. Ona görə D də deyil. Y-yə baxaq. Fit səsi eşidildi, ancaq nədənsə işçilər hələ də görünmürdülər. Burada bağlayıcı var, ancaq cümləni təhlil etsək, nə edildi, eşidildi, nə fit səsi, nə edirdilər, görünmürdülər, kim, işçilər. Görürsünüz ki, bu da C-dəki kimi, yəni ayrı-ayrı mübtəda xəbərə aiddir. Ona görə də, yəni bu tabisiz mürəkkəb cümlədir. Cavabımız olacaq B variantı. 12-ci sual. Musiqi çalınır, nəğmə oxunur, rəqs edilirdi. Tabisiz mürəkkəb cümləsinin tərkib hissələri arasında hadisələr deməli necə olur? Burada hadisələr eyni zamanda baş verir. Yəni burada variant düşmüş C variantı olacaq burada. Yəni ki, eyni anda baş verir. Yəni musiqi çalınır, bu əsnada da nəğmə oxunur. Yəni musiqi çalına oxunur və nəğmə oxunduqca da insanlar rəqs edir. Yəni bu ardıcıllıq deyil. Ardıcıllıq o zaman olar ki, yəni birinci tərəfdəki hadisə tam bitsin, daha sonra digəri baş versin. Amma burada isə belə olmur axı. Yəni musiqi çalınıb qutarandan sonra nəğmə oxunmur, nəğmə oxunub qutarandan sonra rəqs edilmir. Yəni burada üçü də, yəni 3 hadisənin üçü də eyni zaman çərçivəsində baş verir. Ona görə cavabımız olacaq C variantı. 13-cü suala baxaq. Cümlələrdən birində şəxs əvəzliyi yer zərfliyi vəzifəsindədir. Yəni şəxs əvəzlikləri hansılardır? Mən, sən, o, biz, siz, onlar. Baxaq, hardan gəlirsiniz? Bu cümlədə əvvəla şəxs əvəzliyi yoxdur. Burada sadəcə olaraq sual əvəzliyi var, hara. O da yəni yer zərfliyi olub, amma şəxs əvəzliyi deyil. Bu məsələdə hamımızda günah var. Burada deməli şəxs əvəzliyi yenə də yoxdur. Burada əvəzliyimiz budur, bir də hamımızda. Bu da yəni hamımızda kimdə tamamlıq. Bu da hansı məsələ təyin olacaq? B deyil. Uşaqlar bizdən çəkinirdilər. Burada şəxs əvəzliyimiz var bizdən. Amma sual verək. Nə edirdilər? Çəkinirdilər. Xəbər, kim? Uşaqlar. Uşaqlar kimdən çəkinir? Bizdən. Görürsünüz ki, burada da yəni olacaq tamamlıq. C-də deyil. D-yə baxaq. O bəriyə gəldi. Burada şəxs əvəzliyimiz var. O. Kim bəriyə gəldi? O mübtədə olacaq. Y-yə baxaq. Anam sizdən gəlirdi. Nə edirdi? Gəlirdi kim? Anam hardan gəlirdi? Sizdən gəlirdi. Görürsünüz ki, burada siz şəxs əvəzliyidir, amma məkan bildirdiyinə görə yəni sizdən, haradan gəldiyini. Yəni ona görə də olacaq cavabımız Y variantı. 14-cü sual. Uyğunluğu müəyyən edin. Feili bağlama hərəkətin tərzini bildirir, feili bağlama hərəkətin səbəbini bildirir. O mücrünü götürüb onun qabağında açdı. Deməli, burada bizim feili bağlamamız götürübdür. Yəni, o necə açdı mücrünü? Götürüb açdı. Yəni, görürsünüz, burada tərz bildirir. Yəni, 1-ə gedəcək A. Bir də A variantı hansılarda var? Deməli, A-da yoxdur və Y-də yoxdur. B-yə baxaq. Uşaq qaça-qaça anasına yaxınlaşdı. Bəli. Uşaq necə yaxınlaşdı? Qaça-qaça yaxınlaşdı. Yəni qaçaraq yaxınlaşdı. Burada tərz bildirib. Deməli, 1-ə gedəcək A və B. O cəhətdən B-ni də çıxardıram. C-yə baxaq. Gördüyündən təəssüflənərək başını yellədi. Bu səbəbdir. Yəni başını yelləməyin səbəbi nədir? Yəni təəssüfləndiyi üçün, yəni başını yelləyir. Yəni təəssüflənərək yelləyir. Ona görə də 2-yə gedəcək C. D-yə baxaq. Müəllim danışanda qulaq asmaq lazımdır. Burada nə zaman? Müəllim danışanda. Yəni burada zaman bildirir. Ona görə C, daha doğrusu D heç birinə getməyəcək. Utanıb başını aşağı saldı. Bəli, yəni başını aşağı salma səbəbi nədir? Utanıb deyə. Yəni ona görə də bu da olacaq səbəb. Deməli, cavabımız olacaq 1-də A, B, 2-də də C və Y. Yəni cavabımız olacaq D variantı. Sonra 15. Hansı cümlədə 2 ədat işlənib? O lap ağ eləyib ki, bəli, elə cavabımız A-dır buradan. Çünki burada bir lap qüvvətləndirici ədatı var, bir də ki qüvvətləndirici ədatı var. Ona görə cavabımız olacaq A. Digər variantlara da baxsaq, bil ki, göyə çıxsa da tapacağam. Burada ki, özündən sonra vergül qoyulub, bu bağlayıcıdır. Ədatımız var burada, sada, da orada ədatdır, amma burada yəni bir dənədir. C-də axı sən hardan biləsən? Burada axı yəni bir dənədir, qüvvətləndirici ədatı var. Kaş hər şey bugün həll ola. Burada yenə də kaş bir dənə
arzu ədatından istifadə olunub. Y-də ki, daha mənim sənə sözüm yoxdur. Burada da daha qüvvətləndirici ədat, yəni bir dənədir. Ona görə cavabımız olacaq A variantı. 16-cı suala baxaq. Sadə sözlər sırasını müəyyən edin. Sadə sözlər nədir? Yəni tərkibində leksik şəkilçə olmayan sözlər. Biçənək. Biçənək sözünün kökü biçdir. Ənək leksik. Yaraş sözünün kökü də yadda saxlayın ki, yaraş sözünün kökü yaramaqdır. Yəni sözün kökü yaradır. Nəyə görə yara olur? Çünki yəni bir şey əgər sizə yaraşırsa, deməli o sizə yarayır. Yəni sizin işinizə yarayır. Ona görə də yaraş sözünün kökü yara və daha sonra isə ş belə. Biçənək, biç, ənək. Yəni A deyil. B-yə baxaq. Çıraq. Çıraq sözü sadədir. Elə sözün elə özü çıraqdır. Dırnağın da elə özü dırnaqdır. Bəli, cavabımız eləcə olacaq burada. B variantı. Digər variantlara da baxsaq. Tozanaq sözün kökü olacaq. Toz, anaq, leksik. Bulanıqdakı bulamaq, bulanmaq və bulanıq. Yataq sözün kökü yat, aq. Öskürəkdəki öskür, ək, yəni D-də deyil. Suvaqdakı suvamaq, qıda leksik, boyaqdakı boyamaq, boyaq. Cavabımız olacaq B variantı. 17-ci sual. Cümlələrdən birinin xəbəri yazılışından fərqli tələffüz edilir. Anam mənimlə səmimi danışdı. Xeyr, burada danışdı elə olduğu kimi tələffüz olunur. Ona görə də A deyil. Günəş qürub edəndə rəngi saralır. Yenə də saralır olduğu kimi. C-yə baxaq. Sabah atam xarici ölkədən qayıdacaq. Bəli, cavabımız olacaq C variantı. Çünki qayıdacaq, yəni sondakı Q hərfi X-yə keçir. Ona görə cavabımız olacaq C. D-yə də baxaq. Ovçular bir ayı balası tutmuşdular olduğu kimi. İnsan tez qocalır ümidsizliyindən. Burada, bəli, bunu çaşdırmaq üçün belə veriblər. Burada bizim xəbərimiz ümidsizliyindən deyil. Bizim burada xəbərimiz qocalırdı. Yəni sadəcə olaraq inversiya baş verib. Yəni insan ümidsizliyindən tez qocalır. Yəni burada qocalır sözüdür xəbər. Yəni, o da olduğu kimi tələffüz olunur. Cavab olacaq C. 18. Biri feili birləşmədir. Əvvəla feili birləşmə nədir? Məsdər, feili sifət və feili bağlama tərkibləri olur feili birləşmə. Tərkib nədir bəs? Tərkib odur ki, yəni özünün əvvəlki sözləri birləşdirir və birgə olur. Ona deyirik, yəni biz feili birləşmə və yaxud da feili bağlama, məsdər, feili sifət tərkibləri. Danışa bilmək. Yadda saxlayın ki, olmaq, etmək, bilmək, qılmaq, yəni bu şəkildə olanda, yəni sadəcə iki sözün birləşməsi kimi olanda bu tərkib kimi sayılmır. Yəni danışa bilmək görürsünüz ki, bir dənə məna ifadə edir. Yəni nə etmək? Danışa bilmək. Yəni burada danışmaqla bilmək ayrı-ayrı bir məna ifadə etmir. Bu bütövdə bir məna ifadə edir. Bu sadəcə olaraq mürəkkəb sözdür. Yəni mürəkkəb feildir bu. Yəni ayrı yazılan mürəkkəb feildir. Ona görə də A deyil. Şərəfli ömür bu feili birləşmə yox, ismi birləşmədir. Birinci növdür. Oxuyub anlamam. Əvvəla bu, yəni defislə yazılıb. Yəni defislə yazılmır söz birləşmələri. Bu yenə də mürəkkəb sözdür. Yəni söz birləşməsi deyil ümumiyyətlə. D. Uşaq oxuyanda bəli. Görürsünüz ki, burada uşaq isimdir, oxuyanda artıq feili bağlamadır. Yəni feili bağlama tərkibidir. Nə zaman? Uşaq oxuyanda. Tərkib də elə feili birləşmə sayılır. Cavab olacaq D. Y-dəki təbiətin gözəlliyi bu da olacaq. 3-cü növ təyini söz birləşməsi. Cavabımız olacaq D. 19. Orxan anasının tapşırıqlarını bir-bir yadına salıb bazardan darçın və bir dəstə göyərti aldı. Cümləsinin sintakı təhlilə bağlı doğru fikri müəyyən edin. Bazardan yer zərfi ilə ifadə olunmuş yer zərfliyidir. İndi təhlil et cümləni. Nə etdi, aldı? Kim? Orxan. Orxan hardan aldı? Bazardan aldı. Bəli, bazardan yer zərfliyidir. Ancaq bazardan yer zərfi deyil. Yəni zərf başqa, zərflik başqa. Cümlə özü kimi zərflik ola bilər. Amma nitq səsi kimi bazar isimdir. Nəyə görə isimdir, nəyə görə yer zərfi deyil? Çünki ümumiyyətlə məkan mənalı isimlərlə yer zərflərinin fərqi odur ki, isimlərdə konkret məkan anlayışı olur. Yəni biz bazar deyəndə konkret şəkildə təsəvvürümüzdə bir yer canlanır. Məsələn, məktəb, şəhər, ölkə, kənd, ev, otaq, sinif, məktəb və s. Bu tipli sözlər deyəndə bizim gözümüzün qabağında konkret bir yer canlanır. Əgər konkret bir yer canlanırsa, bunu isim sayacağıq biz. Amma əgər konkret bir məkan canlanmırsa, artıq olacaq yer zərfi. Yəni bu cəhətdən aşağı, yuxarı, irəli, geri və s. bu tipli sözlər, yəni konkretlik bildirmədiyinə görə bunlar zərf sayılır. Yəni ona görə də bazarda konkret bir məkan olduğuna görə zərf yox, isimdir. Yəni isimlə ifadə olunmuş yer zərfliyidir. Ona görə A səhvdir.
B-yə baxaq. Xüsusi isim tərz hərəkət zərfliyidir. Burada xüsusi ismimiz bizim Orxandır. Orxandakı mübtəda olub burada. Yəni tərz hərəkət zərfliyi deyil. B-də səhvdir. C-yə baxaq. Bir dəstə kəmiyyət zərfliyidir. Baxaq görək, bir dəstə göyərti aldı. Nə qədər göyərti aldı? Nə qədər göyərti? Bir dəstə göyərti. Bu kəmiyyət zərfliyi yox, təyindir. Yəni burada hərəkətə aid deyil ki bu, yəni göyərti isminə aid. Buna görə də C də səhvdir. Darçın, göyərti həmcins tamamlıqlardır. Baxaq. Deməli, Orxan anasının tapşırıqlarını bir-bir yadına salıb bazardan darçın və bir dəstə göyərti aldı. Xeyr, burada nəyi aldı? Göyərtini aldı. Yəni burada olacaq bu həmcins tamamlıqlar və həmçinin darçın. Hər ikisi olacaq həmcins tamamlıqlar. Yəni darçını və göyərtini aldı. Yəni cavabımız olacaq burada D variantı. Y-dəki xəbər quruluşca mürəkkəb feillə ifadə olunmuşdur. Baxıram ki, nə etdi? Aldı. Aldı, yəni mürəkkəb feildir. Bu sadə feildir. Ona görə də Y-də səhvdir. Cavab olacaq D variantı. 20-ci sual. Ürəyin açıq sözü ilə bağlı səhvi müəyyən edin. Mürəkkəb sifətdir. Necə sualına cavab verir? Ürəyi açıq necə? Bəli, sual necədir? Mürəkkəb sifətdir. Bəli, iki sözün birləşməsindən əmələ gəldiyinə görə. İkinci tərəfi sadə sifətdir. Yəni açıq sözündən gedir söhbət. Xeyr, bu səhvdir. Açıq sözün kökü açdır. İqdorda leksik şəkilçidir. Ona görə elə cavabımız burada B-dir. C-də baxaq, cümlədə əsasən təyin olur. Bəli, sifət cümlədə əsasən təyin olur. Birinci tərəf mənsubiyyət şəkilçisi qəbul edir. Bəli, ürəyi açıq. Yəni onun ürəyi ilə gedir söhbət. A dərəcədədir. Bəli, bu da doğrudur. Cavab olacaq B. 21. Qeyri-müəyyən şəxsli cümləni müəyyən edin. Əvvəla qeyri-müəyyən şəxsli cümlə nədir? Qeyri-müəyyən şəxsli cümlələrin xəbəri bir mənalı şəkildə üçüncü şəxsin cəmində olmalıdır. Yəni larlərlə bitməlidir. Ancaq mübtəda orada olmayacaq. Bu belə yadda saxlayın. Uşaqlar Qız qalasının zirvəsində dayanmışdılar. Bəli, xəbərim görürsünüz ki, larlərlə bitib. Yəni üçüncü şəxsin cəmi ilə bitib. Amma baxın görün bunun mübtədası varmı? Mübtədası əgər varsa, o olacaq müəyyən şəxsdir. Amma əgər mübtədası yoxdursa, o olacaq qeyri-müəyyən şəxsdir. Nə etmişdilər? Dayanmışdılar. Kim? Uşaqlar. Görürsünüz ki, burada mübtədam var. Ona görə bu olacaq müəyyən şəxsdir. B-yə baxaq. Cücəni payızda sayarlar. Bəli, xəbərim üçüncü şəxsin cəmi ilə bitib, larlarla bitib. Ancaq, baxaq görək. Nə edərlər? Sayarlar. Nəyi? Cücəni. Tamamlıq nə zaman? Payızda. Görürəm ki, bu cümlədə mübtədam yoxdur. Lakin, burada artıq mənaya baxacağıq. Əgər deyilən fikir, yəni xəbərimiz larlarla bitirsə, mübtəda yoxdursa, mən o dəqiqə gedib qeyri-müəyyən şəxsi götürməyəcəm onu. Çünki mənim ümumi şəxsi cümləm də var. Əgər fikir hamıya aiddirsə, bütün insanlara deyilmiş bir fikirdirsə, o ümumi şəxsdə olacaq. Yəni bunun kimi. Yəni cücəni payıza sayarlar, ümumi deyilmiş bir fikirdir. Ona görə də bu ümumi şəxsdir. C-yə baxaq. Həkimlər xəstəni müayinə etdilər. Görürsünüz ki, yenə də larlarla bitib. Nə etdilər? Müayinə etdilər. Kim? Həkimlər. Mübtədam var artıq. Ona görə bu olacaq müəyyən şəxsli. Hər sözə qulaq asmazlar. Yenə xəbərim larlarla bitib. Cümləni təhlil etsək, nə etməzlər? Qulaq asmazlar. Kim? Mübtədam yoxdur. Amma bu da hər kəsə deyilmiş bir cümlədir. Ona görə bu da olacaq ümumi şəxsli. Y-yə baxaq. Səhərə yaxın bizi oyatdılar. Xəbərim larlarla bitib. Cümləni təhlil etsəm, nə etdilər? Oyatdılar. Kim? Verilməyib. Və bəli, bu artıq olacaq qeyri-müəyyən şəxsli cümlə. Çünki burada artıq bir qrup adama aiddir. Yəni hamıya aid deyil. Ona görə cavab olacaq Y. 22-ci sual. Biri mürəkkəb cümlə deyil. Mürəkkəb cümlə nədir? İki və daha artıq sadə cümlənin birləşməsindən əmələ gələn cümlələrə deyirlər. Və mürəkkəb cümlə də iki cürə olur. Tabeli və tabesiz mürəkkəb cümlə. İndi baxaq variantlara. Hindistanda olduğumuz zaman bu böyük ölkə həqiqətən də müstəmləkə vəziyyətində idi. Bu cümləyə baxanda görürəm ki, burada bir dənə cümlə var onsuz da. Hindistanda olduğumuz zaman bu böyük ölkə həqiqətən də müstəmləkə vəziyyətində idi. Yəni burada bir cümlədən gedir söhbət. Ona görə də elə mürəkkəb cümlə olmayan variant elə A variantıdır. Digər variantlara da baxsaq, mən elə düşünürəm ki, bu gözəl binadan düzgün istifadə olunmur. Görürsünüz ki, burada ki bağlayıcısı var. Əgər cümlədə ki bağlayıcısı varsa, o cümlə tabeli mürəkkəb cümlə olur. Yəni, baş birinci budaq cümlənin ikinci tərəfdə gəldiyi, yəni əsasən belə olur bu. Başın birinci gəldiyi, budağın ikinci gəldiyi tabeli mürəkkəb cümlədir. Yəni ki olan cümlələr. Ona görə də B mürəkkəb cümlədir. C-yə baxaq. Mənə bu yerlər doğma idi. Lakin indi heç nəyi tanıya bilmirdim. Deməli, İki dənə xəbərim var. Necə idi, doğma idi, nə? Bu yerlər. Lakin indi heç nəyi tanıya bilmirdim. Nə edirdim, tanıya bilmirdim. Kim mən? Görürsünüz ki, iki dənə xəbərim var və iki dənə də ayrı-ayrı mübtədam var. Ona görə də bu artıq mürəkkəb cümlədir. Yəni tabisiz mürəkkəb cümlədir. Bu saray gözəl və yaraşıqlı idi. Onu hindustalar tikmişdilər. Necə idi? Yaraşıqlı idi.
Eyni zamanda necə idi? Gözəl idi. 2 xəbərim var. Nə? Saray mübtədamda var. Onu Hind ustaları tikmişdilər. Nə etmişdilər? Tikmişdilər. Kim? Hind ustaları. Görürsüz ki, yenə də B-dəki, C-dəki kimi, yəni 2 xəbərim var ayrı-ayrı, 2 dənə mübtədam var ayrı-ayrı. Yəni tabesiz mürəkkəb cümlə. Y-yə baxaq. Yağış yağır, torpaq doymaq bilmir, göydən tökülən suyu canına çəkirdi. Nə edir? Yağır, xəbər, nə? Yağış. Nə edir? Doymaq bilmir, nə? Torpaq. Görürsüz ki, yenə də 2 dənə ayrı-ayrı mübtəda və xəbərim var. Ona görə Y də mürəkkəb cümlədir. Cavab olacaq A variantı. 23-ə baxaq. Hansı cərgədə eyni hərəkəti bildirən sinonimlər verilmişdir? Danlamaq, başa salmaq xeyir, bu eyni hərəkət deyil. Başlamaq, qurtarmaq xeyir, antonimdir bunlar. Oturmaq, əyləşmək, bəli, cavabımız olacaq C. Gəlmək, getmək, antonim, demək, eşitmək, yəni bu da eyni hərəkət deyil, cavab olacaq C variantı. 24-cü sual. Mübtədası söz birləşməsi, xəbəri feillə ifadə olunmuş cümləni müəyyən edin. Dəstəni köməyə çağırdılar. Nə etdilər? Çağırdılar. Kim? Mübtədası heç bunun yoxdur. Ona görə elə A deyil. Ona kömək edənlər atasının sadiq dostları idi. Kim idi? Atasının sadiq dostları idi. Xəbər. Kim? Ona kömək edənlər. Deməli, burada xəbərimizdə söz birləşməsidir. Atasının sadiq dostları. Burada mübtədamız da söz birləşməsidir. Ona görə də B olmayacaq. C-yə baxaq. Bu gənclər xalqın gələcəyidir. Nədir? Xalqın gələcəyidir. Xəbər. Kim? Gənclər. Bəli. Görürəm ki, mübtədam söz birləşməsi deyil, sözdür, sadəcə olaraq gənclər. Xəbərimiz burada söz birləşməsindən ifadə olunub. Ona görə C də deyil. Uşaqların şən qəhqəhələri uzaqdan eşidilirdi. Nə edilirdi? Eşidilirdi. Nə? Uşaqların şən qəhqəhələri. Bəli. Xəbərimiz feillə ifadə olunub, eşidilirdi. Mübtədam isə söz birləşməsindən ifadə olunub. Yəni uşaqların şən qəhqəhələri. Cavab olacaq D variantı. Y-yə də baxsaq, şairlər çəkəni dağlar çəkməyib. Nə edib? Çəkməyib. Nə çəkməyib? Dağlar. Yəni burada xəbərimiz də, mübtədamız da sadəcə sözlə ifadə olunub. Ona görə Y olmayacaq, cavab D. 25. Hansı cümlədə ismi birləşmə ilə ifadə olunmuş həmcins təyinlər işlənmişdir? Yəni burada biz həmcins təyinləri tapacağıq və həmin həmcins təyinlər isə söz birləşməsindən ifadə olunmuş olacaq. Yəni ismi birləşmə ilə. Rəhman gətirdiyi meyvələri, bişmiş yumurtaları, qızardılmış toyuqları stolun üstünə qoymuşdu. Cümləni təhlil etsək, nə etmişdi? Qoymuşdu. Xəbər. Kim? Rəhman. Rəhman nəyə qoymuşdu? Stolun üstünə qoymuşdu. Nəyi? Toyuqları. Tamamlıq. Sonra hansı toyuqları? Qızardılmış. Təyin. Nəyi? Yumurtaları. Hansı yumurtaları? Bişmiş. Nəyi? Meyvələri. Hansı meyvələri gətirdi? Görürsünüz ki, burada təyinlər var. Gətirdiyi, bişmiş, qızardılmış. Amma bunlar həmcins təyin sayılmır. Çünki burada təyinlərin üçü də fərqli-fərqli sözlərə aiddir. Yəni gətirdiyi təyini meyvələrə aiddir, bişmiş yumurtalara aiddir, qızardılmış toyuqlara aiddir. Yəni bu həmcinslik sayılmır. Həmcinslik odur ki, yəni bir neçə dənə təyin olardı, yəni bir üzvə aid olardı. Ona görə A deyil. Övladından doymayan, bircə balasının uğurlarına sevinən ana sevincindən ağlayırdı. Deməli, nə edirdi? Ağlayırdı. Kim? Ana. Hansı ana? Övladından doymayan təyin, bircə balasının uğurlarına sevinən. Gördüyünüz kimi burada 2 dənə təyinim var, ikisi də anaya aiddir. Həmcinslik var. Lakin burada həmcins təyinlərimiz ismi birləşmə ilə ifadə olunmuyor. Yəni burada övladından doymayan, bircə balasının uğurlarına sevinən, yəni bu feili sifət tərkibidir. Yəni bu feili birləşmədir. Ona görə də B olmayacaq. C-yə baxaq. Baxışlardan dalğa-dalğa, bulud-bulud heyrət yağır. Nə edir? Heyrət. Nə edir? Yağır. Nə yağır? Heyrət yağır. Necə heyrət yağır? Bulud-bulud heyrət, dalğa-dalğa heyrət. Bəli. Burada bizim həmcins təyinlərimiz var. Yəni necə heyrət, dalğa-dalğa, bulud-bulud həmcins təyinlərimiz var. Lakin bu da söz birləşməsi deyil. Yəni burada dalğa-dalğa, bulud-bulud sadəcə olaraq mürəkkəb sözdür. Ona görə C də deyil. D-yə baxaq. Hamının sevimlisi, uşaqların dostu poçtalyon verilişin ilk qonaqlarındandır. Nədir? Verilişin ilk qonaqlarındandır. Kim? Poçtalyon. Hansı poçtalyon? Uşaqların dostu, hamının sevimlisi. Bəli. 2 dənə təyinim var, həmcins təyinim var. Poçtalyon mübtədasına aiddir və söz birləşməsi, yəni ismi birləşməyin ifadə olunub. Yəni hamının sevimlisi, uşaqların dostu. 3-cü növ təyini söz birləşməsindən ifadə olunub. Cavab olacaq D variantı. Y-yə də baxsaq, uzun boy, suyu şirin, teli gözünün üstünə tökülmüş bir oğlan qapıya yaxınlaşdı. Nə etdi? Yaxınlaşdı. Xəbər. Kim? Oğlan. Daha doğrusu oğlan. Hansı oğlan? Uzun boy, təyin, suyu şirin,
Teli gözün üstünə tökülmüş. Burada təyinlərim var, ancaq uzunboy, yəni söz birləşməsi deyil. Mürəkkəb sözdür. Suyu şirin mürəkkəb sözdür. Teli gözün üstünə tökülmüş fe'li sifət tərkibi, yəni fe'li birləşmədir. Ona görə Y olmayacaq. Cavab olacaq D. 26-cı suala baxaq. Verilmiş cümlələrdə danışanın ifadə etdiyi fikrə münasibətini nəzərə alaraq ardıcılığı müəyyən edin. Əvvəla, danışan ifadə etdiyi fikrə münasibət deyəndə biz nə nəzərə tuturuq? Modal sözlər nəzərə tuturuq və yaxud da ara sözlər ola bilər. Ona görə də yəni, bu bölmələrin adlarını da bilin, həm də onların tərifini də bilin ki, yəni, onlar nəyə xidmət edir. Bəzən belə olanda şagird bilmir, danışan ifadə etdiyi fikrə münasibət bildirmək nə deməkdir. Ona görə də bunları diqqətli olun ki, bu şəkildə də düşə bilir imtahanda. Baxaq, yəqinlik bildirir, nəticə bildirir, fikrin mənbəyi və bənzətmə. Baxaq, elə çapırdı ki, sanki onu arxadan canavar qovurdu. Sanki, güya, elə bir, bunlar bənzətmə bildirən modal sözlərdir. Ona görə də bir ən sonda gələcək. Çünki bizdə yuxarıdakı sıralamada bənzətməni ən sonda verib. Deməli, A deyil, B də deyil, D də deyil. Sonra 2-yə baxaq. Ümumiyyətlə, mən sizin toyunuzu səbirsizlə gözləyirəm. Burada ümumiyyətlə nəticə bildirən deməli, modal sözdür. Nəticə bildirən də ikinci. Deməli, bizdə necə olacaq? Biz birinci yəqinliyi axtarmalıyıq. Yəqinlik deyəndə yəni biz təsdiqi nəzərə tuturuq. 3 olacaq. Düzü buranın çapıq qaya olduğunu bilmirdim. Bəli, düzü yəqinlik, yəni təsdiq bildirən modal sözdür. Yəni biz 3 ilə başlayacağıq. 3 ilə başlayacaqsa elə bizim cavabımız Y olacaq. Yəni davam edib baxaq. Nəticə bildirən də olacaq ümumiyyətlə. Deməli 3, 2, fikrin mənbəyi olacaq məncə 4, bənzətmə də olacaq 1, sanki olan. Bəli, cavab olacaq 3, 2, 4, 1 Y variantı. 27-ci sual. Hansı cümlədə iki söz yazılışından fərqli tələffüz edilir? Lahac meşələrində ayı çoxdur. Deməli, burada çoxdur sözü olacaq çoxdur kimi. Bir də lahac meşələri kimi olacaq. Yəni, C hərfi Ç-ya keçəcək. Çünki biz fonetika dərsində öyrənmişik ki, əgər sözün sonu B, D, G, C hərflərlə bitirsə, özündən sonra saitlə başlayan söz və yaxud da şəkilçi gələrsə, onlar olduğu kimi qalır. Amma samitlə başlayan söz və yaxud da şəkilçi gələrsə, onlar dəyişir. Yəni, öz qarşılıqlarına keçir. Yəni, burada da lahacıdan sonra meşə, samitlə başlayan söz gəldiyinə görə C hərfi Ç kimi tələffüz olunacaq. Yəni, elə cavabımız olacaq burada A variantı. Digər variantlara da baxaq. Tülkü çox hiləgər heyvandır. Bəli, burada heyvandır olacaq, heyvandır. Burada bir dənə budur. Ancaq digərlərində yoxdur. Yəni, tülkü çox hiləgər olduğu kimi qalır. B deyil. C-yə baxaq. Təndir çörəyi dadlı olur. Bəli, buradan bir dənədir. Yəni, dadlı sözdür, dadlı şəklində olur. L-dıya keçir. Ona görə C deyil. D-yə baxaq. Qəbələ qədim tarixə malikdir. Yəni, burada da malikdir olacaq, malikdir. Yəni, digərlərində fərqlənmə yoxdur. Y-də də südü, pendiri, bol, qaymaqlı çoban. Burada da yəni, qaymaqlı, yəni bir dənə qaymaqlı fərqlənir. Ona görə də Y-də deyil. Cavab olacaq A. 28. Hansı cümlədə əmr şəklində olan fe'l işlənmişdir? İstəmədim görüşə bugün mənimlə. İstəmədim görüşə bugün mənimlə. Deməli, burada bizim iki dənə fe'limiz var. Biri istəmədim, biri də görüşəm. İstəmədim sözü keçmiş zamanda olan fe'ldir. Çünki orada istəmədim, yəni d, keçmiş zaman şəklisi var. Zaman varsa xəbər şəklidir. Görüşə də olacaq arzu şəkli, yəni görüş A. Ona görə də A-da əmr şəkli yoxdur. B-yə baxaq. İstədiyim kimi edəcəyəm. Burada istədiyim var, bir də edəcəyəm var. Edəcəyəm gələcək zamandır, yəni zaman varsa xəbərdir. İstədiyim də deyim, yəni fe'li sifətin şəkilçisidir. Yəni bu ümumiyyətlə şəkil sayılmır, yəni fe'li sifətdir, məstərdir, fe'li bağmadır. Bunlar şəkil sayılmır. Onlar təsriflənməyən fe'llərdir deyə, yəni məndən şəkil soruşanda ümumiyyətlə onları götürmək düzgün deyil. B də deyil. C-yə baxaq. İstəmirəm yad qayada bitim mən. Deməli, burada bir fe'lim bitimdir, bir fe'lim də istəmirəmdir. İstəmirəm yenə də zamandır. Burada indiki zamandır. Zamandırsa xəbərdir. Amma bitim, mən bitim artıq burada im şəxs sonluğudur. Yəni bu olacaq artıq əmr şəkli. Yəni düşünməyin ki, bitim burada özünə əmr etmir deyə əmr şəkli deyil. Xeyr. Əmr şəkli sadəcə əmr bildirmir. Əmrin içində xahiş məzmunu ola bilər, istək, məsləhət məzmunları ola bilər. Ona görə də cavab olacaq C. Ümumiyyətlə, əgər feildə
Yəni iki şəkil bizi çaşdıra bilər əmrlə xəbər. Çünki onların konkret şəkilçiləri yoxdur. Məsələn, arzunun var, Aə, lazım AS-əsi, vacib malı məli, şərt sasə, arzu Aə. Bunları biz rahatlıqla tapacağıq. Çünki onların şəkilçiləri var. Çaşdırıla bilən arzu ilə, daha doğrusu xəbərlə əmrdir. Çünki onların hər ikisinin şəkilçisi yoxdur. Yadda saxlayın ki, əgər zaman varsa xəbərdir, zaman da yoxdursa, digər şəkilçilər də yoxdursa, yəni o saydığım o vacib, lazım və s. onlar yoxdursa, yəni əmr şəkli olur. Yəni əmr şəklinin göstəricisi olmadığına görə biz onu şəxs sonluqları ilə ifadə edirik. Yəni şəxs sonluğu varsa, digər şəkillərin də şəkilçiləri yoxdursa, əmr şəkli sayılır. Ona görə də cavabımız olacaq burada C, yəni buradakı bitim. D də istəyərdim ki, paltarları sən ütüləyəsən. İstəyərdim bir var burada, bir də ütüləyəsən var. İstəyərdim yenə də gələcək zamandır, ona görə xəbərdir. Sən ütüləyəsən, ütüləyə, nə edəsən, nə edəsən görürsüz? Yəni Aə var orada, feilin arzu şəklidir. Y-də ki, istəyirəm, görəm səni. İstəyirəm, görürsüz ki, yenə də indiki zamandır olacaq bu xəbər şəkli. Görəm səni, nə edəm, görürsüz, nə edəm. Artıq orada Aə arzu şəklinin şəkilçisidir. Ona görə də o da arzu şəklidir. Yəni cavab olacaq C. 29. Kinin işlənmə məqamlarına əsasən düzgün arıcılığı müəyyən edin. Sən ki belə deyildin. Bu olacaq ədat. Arzun budur ki, tezliklə arzuna çatasan. Bu olacaq bağlayıcı. Ədat bağlayıcı. İndiki vəziyyət tamam başqadır. Bu da olacaq artıq leksik şəkilçi. Deməli, cavabımız olacaq ədat bağlayıcı leksik şəkilçi. Yəni A variantı. 30-cu sual. Birində say işlənmişdir. Məruzəçi çox danışmadı. Deməli, burada çox miqdar zərfidir. Çünki hərəkətin miqdarını bildirir. Ona görə A deyil. Çox adam bu işlərdən xəbər tutmayıb. Bəli, burada çox sayıdır. Çünki adam isminə aiddir. Ona görə cavab olacaq B. C-də baxaq. Onlar xeyli məsləhətləşdilər. Xeyr, burada xeyli məsləhətləşmək. Yenə də hərəkətin miqdarını bildirdiyinə görə bu artıq zərfdir. Az getdi, uz getdi, dərə təpə düz getdi. Deməli, burada az getdi yenə də hərəkətin miqdarını bildirdiyinə görə zərfdir. Az olsun, yaxşı olsun. Yəni burada nə qədər olsun, az olsun. Yəni burada da yenə də hərəkətin miqdarını bildiyinə görə olacaq zərf. Cavabımız olacaq B variantı. Bugünlük bu qədər. Videonu bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Əgər videonu bəyəndisə, dostlarınızla paylaşmaq və bəyənməyi unutmayın. Sağ olun.